And olsun Allaha, çox pis iş gördün. Mühəmmədin nəslini qırmaqla özünə təsəlli verirsən. Əbdülmütəllib nəslindən olan parlaq ulduzları. Mən sənin cahil dədə babalarını arzulamağına qətiyyən təəccüblənmirəm. Vallahi Yezid, sən də onların getdiyi yerə gedəcək. Arzulayacaqsan ki, kaş şirkar olaydın. Dediklərini deməz, elədiklərini eləməzdin. Kes sesini, Allah kardeşin kim senin de üstünü qara eləsin. Üzü qara ancaq sən oldun. Yalnız özünü rüsva elədin. Balalarının qanını tökdüyünə görə, əhl-i beytinin hörmətini qorumadığına görə mütləq Rəsulallahla üzləşəcəksən. Onda Allah onların qisasını səndən alıb haqlarını bərpa eləyəcək. Allah yolunda öldürülənləri heç də ölü zənn eləmə. Əksinə diridirlər və onlara Rəbbi yanında ruzu verilir. Bizim aramızda yalnız ve yalnız kılınç hökmedir. Danışmağın hiçbir mənası yoxdur. Allahın aramızda hakim, Mühəmmədin sənə düşmən, Cəbrailin isə bizə dayaq olması kifayətdir. Onda səni müsəlmanların üstündə hakim qoymuş şəxs biləcək ki, hansımızın vəziyyəti daha pis və hansımız daha zəifik. Bunun ağzından çıxan bu sözlərə bir bax. Onları dinleməkdənsə ölüm daha rahatdır. Görürsünüz, görürsünüz. Eğer bu kadın mənə dediklərini Bizans imperatoruna deseydi, ona neylerdi? Cavab verin, onun dara çekilmesini emretmezdi mi? Dediklərim məni əsla qorxuda bilməz. Mən səni çox alçaq hesab eləyirəm. Vəzifənə, danlağına məhəl qoymuram. Gözüm qan ağlayıb, ciyərim parçalanır. Allahın pak ordusunun qovulmuş şeytanpərəstlər tərəfindən qətlə yetirilməsinə çox təəccüb eləyirəm. İndi sevinsən də tezliklə ziyanda olduğunu görəcəksən. Onda yalnız elədiyin əməllərin əvəzi veriləcək və Rəbbin bəndələrə əsla zülüm eləməz. And olsun ki seni de kardeşine kavuşturacağım. Ağa, eğer onu ölürsen vəziyyət gərginləşər, cemaat əleyhinə qalxar və işlər istədiyi kimi olmaz. Vay olsun ona. Yoksa onların başına bir oyun açardım ki hiçbir sultan öz rəiyyətinə qarşı etmeyin. Biz sənin rəiyyətin deyilik. Nə bilirsən, nə bacarırsan, nə istəyirsən elə Yezid. And olsun ki bizim adımızı batıra, vəhyi məhv eləyə və elədiyin alçaqlığı boynundan ata bilməyəcəksən. Sənin hökmün, hakimiyyətin müvəqqətidir, ağalığın ötəridir. Carçı nida eləyib Allahın lənəti olsun zalimlara.